Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Samux rayondur. Samux rayonunda Əhmədbəyli kəndində ümumi sahəsi 27 sot olan, bax qarşıda gördüyünüz belə bir daşınmaz əmlak satılır. İndi 27 sot haqqında mən sizə ətraflı məlumat verməliyəm. İndi bax mən bu həmin evi sizə göstərirəm. Deməli burada bir zal, 3 otaqdır, bu cürdür, işıq və qaz sayğacları var. Su mənə deyilənə görə artisandır. Bura deməli bax hamamıdır. Necə görürsünüz bu cürdə var. Yenidən mən sizə bu məhlevini göstərim. 100-dən çox ağacını var. Cürbəcür ağaclardır. Qiymətim 25.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi evə daxil oluram. Burada deməli 3-ün 4-ə bax belə bir mətbəx var. Qarşıda gördüyünüz qapının arxasında 5-in 7-yə təmirli otaqdır. Bura isə 3-ün 5-ədir. Yenidən ikinci otağı sizə göstərirəm 3-ün 5-ə. Bura isə 4-ün 5-ədir. Bax belə bir həyət evinin qiyməti 25.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə bağçasına keçirəm. Deməli bu həyət evi Əhmədbəyli kəndinin o mərkəzi küçəsindən bu həyət evinə qədər olan məsafə 220-250 metrdir. Yenidən bax mən sizə bağçasını göstərirəm. Burada vəziyyət necədir? Dediyim kimi ümumi sahəsi 27 sotdur. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. Yenidən bax bağçasını sizə göstərirəm. İndi qarşıda setka var. Həmin setkaya mən yaxınlaşıram. Bax bu 27 sot haqqında mən sizə məlumat verməliyəm. Deməli 27 bax bu setkaya qədər olan məsafə 14 sotdur. Bax bu ərazi, bax bu deməli gördüyünüz bax bu setka, bax bura qədər 14 sotdur. Bu ərazi sənəddə göstərilib, yəni çıxarışda. 13 sot isə mənə deyilənə görə texpasportda zəb kimi göstərilib. Mən elə başa düşürəm ki, burada hamı da belədir. Yəni qonşuda da görürəm ki, sağda solda, yəni bu cür variantları var. Bax burada bu istiqamətdə setkası var. Bu istiqamətdə setkası var. Burada biraz zəifdir, orada biraz güclüdür. Normal setkadır. Deməli bax bura 13 sotdur. Ümumi sahəsi 27 sotdur. Mənə necə deyilib o cürdə sizə məlumat verirəm. Deməli bu qarşıda yəqin ki qoz ağacıdır. Bax qoz ağacına qədər olan ərazidir. Qoyunlar bu torpaq sahəsi məhəllə aidiyyəti yoxdur qoyunların. Yenidən bax bu bağçasını göstərirəm. Bax belə bir deməli daşınmaz əmlakın qiyməti 25.000 manatdır. Ancaq mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. Sənədlər haqqında, yəni bax yenidən həmin setkaya yaxınlaşıram. Bu istiqamət 13 sotdur. Sənəddə zəb kimi göstərilib. Bax yenidən sizə göstərim. Yəni burada mənə elə gəlir ki, hamı da bu cürdür. Bura isə deməli 14 sotdur. Bura isə çıxarışda göstərilmiş yerdir. Bax belə. Sizlərə uğurlar.